Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 23 noyabr 8-ci siniflər üçün keçirilmiş OTK sınağından ingilis dili suallarının izahına baxacağıq. Əvvəlcə kanalımıza abunə olan, bəyənən, şərh yazan, paylaşan hər kəsə çox təşəkkür edirəm. İzah edəcəyimiz variant B variantıdır. Onu da qeyd edim ki, bütün variantlarda suallar eynidir. Sadəcə kitabçanızda əgər B variantı yox, digər variantdırsa sualların yeri fərqli ola bilər. Ona görə də suallar, əgər variantınız fərqlidirsə, suallarla cavabları uyğunlaşdıra bilərsiniz. Əvvəlcə 56-cı testə baxaq. Əngri sözünün antonimini soruşurlar. Əngri acıqlı, calm isə sakit deməkdir. Ona görə cavab olur Y variantı. 57-ci testdə bizdən mübtəda ilə xəbər uzlaşması soruşulur. Bilirik ki, cümlə mübtədası 3-cü şəxsin təkidir, yəni Mike'dırsa, xəbər də tək olmalıdır. Yəni tək xəbər dedikdə is, was, has, does, feil üstə gələk S nəzərdə tutulur. Ona görə 1 doğrudur. 2 learn yox, learns olmalıydı. 3 doğrudur. 4 isə are yox, is olmalıydı. Ona görə cavab oldu D variantı. 58-ci testə baxaq. Burada quantifiers dərsidir. Nöqtələrdən sonra sayılan cəm isim qoyulub. Önünə nələr qoymaq olmaz? A little sayılmayan isimlərlə işlənir. Much sayılmayan isimlə işlənir. Ona görə cavab oldu 2, 3, D variantı. İndi isə 59-a baxırıq. I have mended my trousers. Mən şalvarımı düzəltdim. I qayıdış əvəzliyi istəyirsə, demək ki, biz bura myself seçməliyik. Mən özüm düzəltdim. İndi isə gəlin birlikdə 60-cı testin izahına baxaq. 60-cı testdə bizdən yəlik hal soruşulur. Baxırıq testə. Əgər ismin önündə EN artiklı varsa bu zaman ona ayrı S qoyulmalıdır. Çünki bitişik S cəmlik bildirir. 2-də əgər ismin önündə cəm bildirən, yəni rəqəm varsa artıq o isim cəm olmalıydı. Ona bitişik S qoyulmalıdır. 2 həftə yox, 2 həftələr olmalıydı. 3 doğrudur. Çünki E artiklı varsa ayrı S yazılmalıydı. 4-də isə to varsa bitişik S yazılmalıdır. Ona görə cavab olur 3, 4, C variantı. 61-ci testdə bizdən definition soruşulur. To travel on water by ship or by boat. Deyir ki, su üzərində gəmi ilə ya da balaca qayıqla üzmək, səyahət etmək. A. Need ehtiyacı olmaq. B. Sell satmaq. D. Mean məna vermək. Y. Bring gətirmək. Sail, C variantındakı sail isə üzmək, yəni gəmi ilə, qayıqla üzmək deməkdir. 62-ci testdə bizdən soruşulur. Jimmy asked for, bu da quantifiers dərsidir. Samdan sonra sub yazılır, doğrudur. Sub bilirik ki, sayılmayan isimdir. EN artiklı qəbul etməz, meni qəbul etməz. Ona görə 2 yanlışdır. Men yox, match olmalıydı. 3-də subun qabağında EN artiklı olmamalıydı. 4-də a lot yox, a lot of-dan sonra isim gələr. 5 isə doğrudur. Demək ki, cavab oldu 1, 5, A variantı. İndi isə gəlin 63-ə baxaq. Burada da bizdən definition soruşulur. Connect əlaqə qurmaq, consist ibarət olmaq, come isə gəlmək deməkdir. To move towards the person, bir şəxsə doğru getmək, hərəkət etmək, yəni gəlmək, demək ki 3-ə A uyğun gəlir. To be made up of something, bir şeydən hazırlanmaq, yəni bir şeydən ibarət olmaq, demək ki 2-yə B variantı uyğun gəlir. To join or fix one thing to another, bir şeyi digər bir şeyə birləşdirmək, bu isə connect əlaqə qurmaqdır. Cavab olur C, B, A, yəni A variantı. 63-cü testdə cavab oldu C, B, A. 64-cü testdə də baxaq. 64-də bizdən soruşulur. Nöqtələrdən sonra isim qoyulur və biz həmin ismin önünə işarə əvəzliyi qoymalıyıq. Bilirik ki, back təkdirsə biz ona cəmdə olan işarə əvəzliyi qoya bilmərik. A və B variantları yanlışdır. Zət olar, zət və zis variantları doğrudur. İkinci nöqtələrdə isə isim yoxdur. Hördən sonra isim gəlməlidir. A oradan sonra isim gəlməlidir. Ona görə cavab olur Y variantı. Tərcümədə deyir ki, bu çanta isn't yours, sizinki deyil. 65-ci testdə yenə bizdən pronoun istəyir. Look back, the window with white curtains is, ağ pərdəsi olan pəncərə, nöqtələrdən sonra isim olmadığı üçün biz ora ismi özü ilə olan əvəzlik qoymalıyıq. Ona görə cavab olur Y variantı. A variantında our isim istəyir, their isim istəyir, my isim istəyir. Bəzən uşaqlar buradakı C variantı çaşdıra bilər. Him onu ona deməkdir. Burada isə həm mənaca ona uyğun gəlmir. O feildən sonra qoyulur. 66-cı testimizin izahına baxaq. Carol was hero. Qəhrəmandır. Birinci nöqtələrdən sonra sayılan tək isim gəlir və bilirik ki, hero H səsi ilə oxunur, hero yox, hero oxunur. Ona görə ən artiklı qoya bilmərik, seni və yeni çıxırıq. İkinci nöqtələrdə poor pupil. Pupil cəm isim olduğu üçün ikinci tərəfə qətiyyən EN artiklı qoymaq olmaz. Ona görə D-ni və B-ni çıxırıq. Cavab olur A variantı. Tərcümədə isə deyir, Koroğlu bir qəhrəmandır. Kim ki, kasıblara kömək edib. Ona görə cavab oldu A variantı. 67-ci testdə bizdən soruşulur. Zəri ifadəsidir və nöqtələrdən sonra sayılmayan isim qoyulub. Demək ki, biz birinci nöqtəyə EN artiklı qoya bilmərik. Ona görə B və C variantlarını çıxırıq. İkinci nöqtədə piece of
bilirik ki pis sayılan tək isimdə artiklsız buraxmaq olmaz. İkinci tərəfə artikl olan variant isə qaldı Y variantı və limonad sayılmadığı üçün biz onun önünə artikl qoya bilmərik. 68-ci testə baxaq. Bizdən altına xətt çəkilmiş sözün sinonimi soruşulur. Baxaq hansı sözlər buna sinonimdir. Mən xatırlayıram. My last journey were very well. Mən sonuncu səyahətimi yaxşı xatırlayıram. Birinci düzdür, səyahət deməkdir, tour. 2 road, yol deməkdir, uyğun gəlmir. Bike, velosipeddir. Train, qatardır. Trip isə səyahətdir. Demək ki, cavab olur 1, 5. 68-ci testdə seçməliydik 1, 5 variantlarını. İndi isə gəlin kiçik mətnlərimizə daha doğrusu baxaq. Kiçik mətnlərimizdə birinci testə baxırıq. She is good at playing the piano. Deyir ki, o piano çalmaqda yaxşıdır. Bunun mənası nədir? Biz bunu açıqlamasını verməliyik. A variantında bizdən soruşulur ki, o bu yaxınlarda piano alıb. Bu mənə uyğun gəlmir. B variantında deyir ki, o pianonu çox yaxşı çalır. B variantı tamamilə doğrudur. C variantında deyir ki, o piano çalmağı sevmir, amma bu yanlışdır. D variantında o heç vaxt piano çalmır. Bu da yanlışdır. Y variantında isə she is learning how to play the piano. O öyrənir piano necə çalınır. Burada isə artıq onun to be good at ifadəsi var ki, artıq o yaxşı çalır. Ona görə Y variantı yanlışdır. İndi isə 78-ci testə baxaq. Susan made up an interesting story. Deyir, Susan maraqlı bir hekayə yazıb ya da qurub. Bu means mənasını soruşur bizdən. Bir də Ada deyir ki, Susan forgot the story. Susan hekayəni unudub. Bu yanlışdır. Susan read a story. Susan hekayə oxuyur. Bu da yanlışdır. Susan found an old story. Bilirik ki, old interesting sinonim deyil, mənası uyğun gəlmir. D variantında Susan create a story. Bu uyğun gəlir. D variantı uyğundur. Y variantında isə bizə soruşur ki, Susan copied a story from a book. Deyir ki, Susan bir nağılı kitabdan kopyaladı, yəni bir yerdən götürdü, bir yerdən kopyaladı. Bizdə isə mətndə yazılmışdı ki, düzəltdi, uydurdu mənasında, yəni yaratdı mənasında. İndi isə gəlin, demək 70-də cavab oldu D variantı. 71-ci testdə bizdən soruşulur ki, əzizim Sara, I am so happy. Mən çox xoşbəxtəm. I got a small. Burada böyük ehtimal variantlardan puppy ya da pet yazılıb. Onlardan biri yazılıb. Lovely and cute. Mən deyir, balaca bir puppy almışam. Hansı ki, o çox sevimlidir. Onun adı Max'dır və o çox sevir oynamağı, bağda oynamağı. I will send you a picture soon. Mən sənə tezliklə şəkil göndərəcəm. Sevgilərlə Emily. A variantında deyir ki, Emily deyir Sarah'a öz yeni ev heyvanı haqqında. Bu mənaca uyğun gəlir. B variantında deyir ki, Sarah göndərəcək. Xeyr, Sarah göndərməyəcək. Sarah məktubu alandı. Emily isə məktubu yazandı. Emily göndərməli idi ona şəkili. C variantında deyir ki, Emily xahiş edir ki, ona məsləhət versin ki, training it necə məşq olunur, elətdirilir. Bu da mənaca uyğun gəlmir. Emily ondan heç bir xahiş etməmişdi. Sadəcə məlumat vermişdi. D variantında deyir ki, Sarah complains about her noisy pet. Deyir ki, Sarah şikayət edir öz sevimli ev heyvanı, səs-küylü ev heyvanını. Bu da şikayət eləmirdi. Sadəcə ona deyir ki, mən xoşbəxtəm ki, bir sevimli ev heyvanı almışam. Ona görə D də uyğun gəlmir. Y variantında isə Emily dəvət edir Sarahı iti ilə oynamağa. Burada elə bir cümlə yazılmamışdı. Ona görə Y də səhvdir. Cavab olur A variantı. İndi isə gəlin birlikdə böyük mətnimizin özünü oxuyaq və sonra isə onların sualları üzərində işləyək. İndi isə mətnimizlə tanış olub, ona aid 5 sualı da cavablandıraq. Sizə ümumi bir özət keçərək tərcümə edirəm. Deyir ki, əksər insanlar inanırlar ki, uşaqlar və yeniyetmələr evdə, ev işlərində öz valideynlərinə kömək etməlidirlər. Ev işlərini görmək onlara vacib bir həyat dərsi öyrədir. Erkən yaşlarında uşaqlar da kiçik işlər görə bilərlər, hansı ki, otağı təmizləmək, yatağını yığışdırmaq və ya süfrə salmaq. Bu onlara hörmət öyrədir, işə hörmət öyrədir və göstərir ki, ailədə hər kəsin köməyinə ehtiyac duyulur. Uşaq böyüdükcə onlar daha çox işlər görə bilərlər, hansı ki, stolu yığışdıra bilərlər ya da qabları yuya bilərlər. Vacibdir onlara öz yaşlarına uyğun, suitable for their age, öz yaşlarına uyğun işlər verəsən və göstərəsən onlara ki, bu tapşırıqlar necə edilir. Əvvəlcə özün göstərəsən ki, bu tapşırıq necə edilir. Yemək bişirməyi öyrənmək, evi yığışdırmaq ya da paltar yumaq uşaqlara özgüvən verir. Vacibdir. It is an important part of growing up. Bu böyüməyin vacib bir hissəsidir.
və mətnin arxasında deyilir ki, bu kömək edir uşaqlara ki, orqanayz eləsinlər, yəni öz vaxtlarını düzgün təşkil etsinlər və nə zaman ki, onlar ev tapşırıqları, ev işlərini və ya idman edərkən artıq deyir, bu onlara ev işlərini görəndə də ya da ev tapşırıqlarını, məktəb tapşırıqlarını edəndə də vaxtlarını düzgün bölməyi öyrədir. Bu bacarıqlar faydalıdır həyatlarının hər bir dönəmində. Lakin bəziləri isə bununla razılaşmır. Onlar inanırlar ki, uşaqlar sadəcə öz uşaqlıqlarından həzz almalıdırlar. Onlar düşünürlər ki, məktəbdir, hobilərdir ya da boş vaxtları kifayət qədərdir və ev tapşırıqları onlara kifayət edir deyir bunlar. Artıq ev işləri də onlara stres verə bilər və onların əyləncəsini azalda bilər. İndi isə gəlin mətnin sualları ilə tanış olaq. 72-də soruşulur ki, most people think that children doing housework. Əksər insanlar düşünürlər ki, uşaqlar ev tapşırıqlarını edəndə, school subject və ya məktəb işlərini görəndə A variantda deyir ki, stop enjoying sport and music. Musiqidən və idmandan həzz almırlar. Bu mənə uyğun gəlmir. B variantı doğrudur. Elə baxın, yuxarıdakı cümlədə bizə deyilmişdi ki, bu kömək eləyir onlara öz vaxtlarını düzgün təşkil etsinlər. Elə buradakı B variantı da eynidir ki, öyrənirlər to organize their time better. Öz vaxtlarını yaxşı təşkil etməyi öyrənirlər. C variantında deyir ki, zərərli bacarıqdır həyatlarının hər dönəmində. Xeyr, burada yazılmışdı ki, həyatlarının hər dönəmində usefuldur, faydalıdır. Ona görə C variantı da yanlışdır. D variantında onlar deyir, öz məktəb fənlərinə fokuslana bilmirlər. Bu yanlışdır. E variantında isə onlar yorğun və bədbəxt görünürlər. Bu da yanlışdır. Ona görə cavab olur 72-də B variantı. 73-də bizdən true soruşur, yəni düzgün olanı soruşur. A variantda deyir ki, ev tapşırıqlarını etmək zərərlidir uşaqların özgüvəninə. Xeyr, bu sonuncu cümlədə bizə, baxın bu vərəqin son cümləsində yazmışdı ki, onlara öyrədir, confidence, özgüvənli olmağı öyrədir. Bu həyatın bir vacib hissəsidir. Ona görə A variantında harmful olmamalıydı. B variantında öyrənirlər to do housework, builds, daha doğrusu ev işlərini görməyi öyrətmək uşaqlarda özgüvən yaradır. Bu əvvəl elə bayaq oxuduğumuz cümlədə idi. B variantı düzdür. C variantı deyir ki, hər kəs razılaşır. Xeyr, hər kəs razılaşmır. Çünki some people yazmışdı ki, disagree. Ona görə C variantı yanlışdır. D variantında isə deyir ki, valideynlər shouldn't show the children how to do that task. D valideynlər göstərməməlidirlər ki, bu işlər necə görünür. Xeyr, bu birinci abzasının son cümləsində yazılmışdı ki, to show them how to do task for the first time. Onlar birinci uşaqlara işin necə görmək olduğunu göstərməlidirlər. Ona görə C də səhvdir. D variantında deyir ki, valideynlər, daha doğrusu D variantı da əvvəl oxuduğumuz cümlə idi. Y variantında isə deyir ki, uşaqlar should do same work as adults. Böyüklər də eyni işi görməlidir. Xeyr, onlar öz yaşlarına uyğun olan işləri görməlidir. Baxın, burada da yazmışdı ki, öz yaşlarına uyğun olan işləri görməlidir. Demək ki, burada cavab oldu. 73-cü testdə cavab oldu B variantı. 74-cü testdə soruşulur ki, what kind of small jobs do children learn to do at home? Uşaqlar evdə hansı kiçik işləri görə bilərlər? Kiçik işləri görə bilərlər dediyi cümlə, gəlin baxaq, baxın. Bu hissədə idi ki, onlar öz yaşlarına uyğun olaraq otaqlarını yığışdıra bilərdilər. Görürsünüz, bax burada işarə qoyuram. Musiqi çalmaq bu yox idi mətndə. Washing dishes var idi, qabları yumaq. Görürsünüz, baxın, bir hissədə verilmişdi ki, qabları yumaqla da artıq böyüdükcə onlar qabları da yuya bilərlər. Sonra growing plants, ümumiyyətlə bitki böyütmək haqqında heç bir məlumat yox idi. Ona görə burada cavab olur 1, 3, B variantı. İndi isə gəlin digər sualımıza baxaq. 75-ci testdə bizdən soruşulur ki, ümumiyyətlə bu mətn nə haqqındaydı? Gəlin hər bir cavabı diqqətlə baxaq. A variantda deyir ki, evdə boş vaxt keçirməyin yolları. Xeyr, bu deyildi. B variantda deyir ki, idman və musiqi uşaqlara necə kömək edir? Bu haqda deyildi. C-də deyir ki, niyə uşaqlar məktəbdə çox oxumalıdırlar? Xeyr, bu da deyildi. D variantda deyir ki, ev işi görməyin faydaları, bəli, D variantı tamamilə doğrudur. Çünki əvvəlki cümlədə də demişdi ki, ev işləri görmək onlarda özgüvən artırır və öz vaxtlarını düzgün bölməyi öyrənirlər. Ona görə D variantı doğrudur. Y variantında isə deyir ki, ümumiyyətlə bu mətn ən yaxşı yaşı göstərir ki, evdə valideynlərinə kömək edəsən ev işlərində. Xeyr, burada ən yaxşı yaşdan danışmadı. Ümumiyyətlə kiçik yaşlarından uşaq böyüdükcə hər yaşda onlara ev tapşırıqları, ev işlərini tapşırmağı haqqında danışdı. Ona görə cavab olur D variantı. İndi isə 76-cı testə baxaq. Burada bizdən false soruşur, yəni yanlış olanı soruşur. A variantı deyir ki, bütün insanlar hesab edirlər ki, ev işi görmək, uşaqlar ev işi görməməlidir. Xeyr, əksəriyyəti düşünürdü ki, görməlidir. Ona görə birinci testi saxlayırıq. Çünki bizdən false soruşur. 2-də deyir ki, it is not so important to give children to, daha doğrusu their work suitable for their age. Vacib deyil ki, uşaqlara öz yaşına uyğun işlər verəsən. Xeyr, bu vacib idi. Hətta onlara birinci biz göstərməli idi ki, hansı işi necə görmək lazımdır. Ona görə 2 yanlışdır.
yazılmışdı. Burada it isn't olmamalıydı. 3-də deyir ki, uşaqlar öyrənirlər hörməti ev işi görərək. Bu mətndə tam verilmişdi, ona görə biz bunu seçmirik. 4-də isə deyir ki, bəzi insanlar düşünürlər ki, ev işi stresi səbəb ola bilər uşaqlarda. Bəli, bu elə bizim mətnimizin son cümləsi idi, eynisi verilmişdi, ona görə bunu seçmirik. Bizdən isə false istəyir, bu isə 1 və 2 olan cavabımız idi. İndi isə gəlin dinləmə ilə tanış olaq. İndi isə dinləmə mətnimizlə tanış olub ona aid sualları yazaq. Mətnimiz Nar Festivalı haqqındadır və qeyd olunur ki, Nar Festivalı oktyabrın sonunda Göyçayda keçirilən bir xüsusi tədbirdir. Bu, nar yetişdirilən digər ölkələrdə də ola bilər, hansı ki, Azərbaycanda, Türkiyədə, İranda və Hindistanda. Festivalın əsas məqsədi narın dadından həzz almaq və onun tarixini və faydalarını öyrənməkdir. Əsas məqsəd isə bu regiondakı turizmi inkişafına kömək etmək və narın faydalarını nümayiş etdirməkdir. Nar Festivalında insanlar narın müxtəlif növ yeməklərini ya da təamlarını dada bilərlər, meyvə şirəsini, desertlərini və ya salatlarını dada bilərlər. Həmçinin oyunlar, musiqilər və rəqslər də keçirilir. Bu festivalda yarışlar keçirilir, hansı ki, nar yemə yarışı və ya ən gözəl nar mövzulu sənət əsəri düzəltmək yarışları keçirilir. Festival həmçinin bir şans verir ki, narın vacibliyini və ya tariximizdə və ya mədəniyyətimizdə vacibliyini öyrənək və bir çox ölkələrdə nar həyatın və ya uğurun simvoludur. Baxın, burada qeyd olunub, həyatın və uğurun simvoludur və çox mədəniyyətlərdə və tarixdə nar vacib rol oynayır. İndi isə gəlin suallarla tanış olaq. Birinci sualda bizdən soruşur ki, nar festivalında bu festivallarda hansı tip yarışlar keçirilir? 1. Nar yemə yarışı idi. Growing tallest pomegranate, nar böyütmə, ən böyük nar ağacını böyütmə bu haqda deyildi. Və yemək, daha doğrusu nar mövzulu sənət əsəri düzəltmək doğrudur. Elə burada B variantı doğrudur. 4-də isə ən dadlı nar yeməklərini düzəltmək. Belə bir şey düzəltmək yox, dadmaq mənasında var idi. Ona görə də 4 yanlışdır. Cavab olur 1, 3, B variantı. 78-ci testdə soruşur ki, nar festivalının əsas məqsədi nə idi? Demişdik ki, nar festivalının əsas məqsədi bu regionda turizmi inkişaf etdirmək və narın faydalarını göstərməkdə. A-da deyir ki, musiqi yarışları keçirmək. B-də deyir ki, ənənəvi paltarları göstərmək. C doğrudur, bu meyvənin faydalarını nümayiş etdirmək. D variantında yeni nar ağacları əkmək. Y variantında isə bahalı nar satmaq. Demək ki, cavab oldu 78-də C variantı. İndi isə gəlin 79-cu testlə tanış olaq. 79-da bizdən soruşur ki, mətn ümumiyyətlə nə haqqındaydı? Mətn elə birinci cümləsində xüsusi bir tədbir haqqındaydı. A variantında deyir ki, nar yeməyi düzəltmək, B-də deyir ki, nar böyütmək, C-də Göyçayın iqlimi, D-də müxtəlif yeməklərin müxtəlif fərqli növlərini dadmaq bu deyildi. Y variantı isə doğrudur, çünki ənənəvi bir nar festivalı haqqındaydı. 79 Y oldu. 80-ci testdə true false istəyir bizdən. Bir də soruşur ki, insanlar yoxlaya bilərlər nar yeməklərini bu festivalda. Bəli, bir doğrudur, biri turun altına yazaq. 2-də festival yalnız fermerlər üçün keçirilir. Xeyr, belə bir cümlə yox idi, ona görə 2 falsedur. 3-də The festival take place at the end of October. Oktyabrın sonunda keçirilir. Bəli, bu doğrudur. Çünki elə mətnin də birinci cümləsində yazılmışdı ki, oktyabrın sonunda keçirilir. 4-də isə soruşulur ki, festival yalnız Göyçayda keçirilir. Xeyr, yalnız Göyçayda yox, nar yetişdirilən ölkələrdə, Azərbaycanda, İranda, Hindistanda və yazmışdı Türkiyədə keçirilir. Demək ki, bu testdə də 80-ci testdə true olanlar 1-3, səhv olanlar isə 2-4-dür. Hekayəmiz isə gördüyünüz kimi bir uşaqda tost hazırlayır. Bu haqda ola bilər. 35 sözlük esse yaza bilərdiniz. Bununla da dinləmə mətnimizin də bütün suallarını oxuduq və növbəti videolarda, növbəti sınaq testlərindən xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Hər birinizə çox-çox təşəkkür edirəm.